Qəbələ rayonunun Zaraxan kiçik bir qəsəbəsinin böyük dərdləri. Qəbələ rayonunun ağ ətəyində yerləşən Zaraxan qəsəbəsi illərdir diqqətdən kənarda qalıb. Burada yaşayan insanlar üçün hər gün bir mübarizə, hər yağış isə bir sınaq kimidir. Qəsəbənin əsas problemi yol infrastrukturunun bərbad vəziyyətdə olmasıdır. Yağışlı günlərdə küçələr palçığa dönür. Səkilər demək olar ki, yoxdur. Maşınlar bataqlığa düşür. Amma problem təkcə yollarda deyil. Zaraxan sakinlərinin sözlərinə görə qəsəbəyə nə taksi gəlir, nə də ictimai nəqliyyat işləyir. Taksi çağırırıq, amma gəlmək istəmirlər. Deyirlər, yollar pisdir, maşın xarab olur. Kim gəlsə 2 qat pul istəyir. Qışda bəzən günlərlə qəsəbədən çıxa bilmirik, deyə sakinlərdən Fəridə xanım danışır. Nəqliyyatın olmaması sakinlərin gündəlik həyatını iflic edib. Xəstəxanaya getmək, bazara çıxmaq, məktəbə getmək üçün insanlar ya piyada uzun məsafə qət etməli, ya da təsadüfi yük maşınlarına minməlidirlər. Təcili tibbi yardım çağıranda da vəziyyət çətindir. Yollar pis olduğuna görə bəzən maşın qəsəbəyə gəlmir, ya da gecikir. Elə olub ki, xəstə adamı özümüz araba ilə aparmışıq. Unudulmuş yollar, gecikən yardımlar. Zaraxan qəsəbəsində təcili tibbi yardımın gec gəlməsi bəzən insan həyatına başa gəlir. Yağışlı və qarlı havalarda qəsəbədə rayon mərkəzi arasındakı məsafə daha da uzaqlaşır. Bir dəfə qonşumuzun uşaq xəstələnmişdi. Təcili yardım 3 saata gəldi. Həmin vaxt yol tam keçilməz idi. Bu vəziyyətdə biz nə edə bilərik? Deyə sakinlər gileylənirlər. Bəli, düzgündə də gileylənirlər. Axı bu qəsəbədə yaşayan sakinlər unudulubdur. Bu sakinlərin başına hər hansı bir problem gəlsə, demək olar ki, heç kim bu problemi həll edə etmir. Görüb görməməzlikdən, eşidib eşitməməzlikdən irəli gəlir. Sakinlər bildirirlər ki, qəsəbənin bu vəziyyəti sadəcə narahatlıq yox, həm də təhlükə yaradır, xüsusilə qoca və xəstə insanlar üçün. Hər an faciəvi nəticələr uğra bilər. Qəsəbənin səsi eşidilmir. Zaraxan cəmiyyətinin dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də nəticə yoxdur. Nə yol çəkilib, nə də səkilər təmir olunub. Nəqliyyat dayanacağı, tibb məntəqəsi və işıqlandırma sistemi demək olar ki, mövcud deyil. Biz nə Azərbaycanlı kimi, nə vətəndaş kimi diqqət görmürük. Halbuki hamımız bu dövlətin bir parçasıyıq. Sadəcə bizdə yaşamaq istəyirik. Amma bu şəraitdə necə? Doğrudan da sakinlərin gileylənmə haqqı var. Çünki bu ərazidə yaşayan gənclərimiz var ki, onlar böyüyüb artıq vətənə xidmət etməlidirlər. Vətənə borcunu vermədilər. Bəs vətən bu xalqa nə verir? Məmur bu xalqa nə verir? Ümid hələ yaşayır. Bütün bu çətinliklərə baxmayaraq Zaraxan sakinləri